biz indi bugün 2 klen paltar biçmək istəyirik. Yəni biz düz paltarın çertiyojunu çıxartdıq. Bu çertiyoj vasitəsilə biz 2 klen paltar biçəcəyik. Yəni gördüyünüz kimi bax burada vidiçkalar salmamışam. Niyə ki paltarı geniş paltar olacaq, beli geniş. Yəni vidiçka payını tikməyəcək. Ona görə də biz yəni tax ki keçən dəfə yufka eləmişdik. Vidiçka çəkib vidiçkanı qatlamışdıq. Ancaq indi vidiçkanı qatlamadığımız üçün vidiçka payını genişliyə verdiyimizə görə, yəni buradan bax bu orta hissədən aşağıya bir düz xətt çəkirik klenimizi almaq üçün. Ortadan. Və bu düz xətti kəsəcəyik. Bax, oturacağa qədər kəsdik. Çünki oturacaqdan yuxarı kəssək, oturacaq da enlənər. Ona görə bax bu oturacaqdan, bax bu oturacaq nöqtəsindən. Bax bu hissədən, yəni biz oturacaqdan aşağı enlətdiyimizə görə oturacaqdan kəsirik. Yəni siz istəsəniz daha geniş, istəsəniz oturacağı biraz qaldıra bilərsiniz. Və yaxud da ki aşağı hissədən də, yəni bu xətti gətirərsiniz sadəcə bu hissədən aşağı. Bura qədər dar qalmağını istəyirsinizsə, məsələn oturacaqdan biraz bu hissədən, bax bu kəsdiyiniz kəsiyini bu hissədən kəsərsiniz. Bugün biz oturacağa qədər elədik. Və indi çertiyojumuzu kəsək. Bax gördüyünüz kimi parçanı sərdik, üstünə çertiyojumuzu yerləşdirdik. Və gördüyünüz kimi bu klenlə eləməyimizin məqsədi bax bu enlilik orta hissəyə gəldi. Yəni paltarın ayağında bir yumru belə klen alındı. Yəni biz bunu tutaq ki çertiyoj eləməsək, yəni fikirləşərsiniz ki niyə çertiyoj eləyir? Əgər biz bunu çertiyoj eləməsək, bax belə düz ölçü çıxardıb bu hissədən enlilik versək, biz bu ətəkdəki bu modeli ala bilmərik və bu qırağa verdiyimiz parça ortaya gəlmir. Yəni klen düzgün alınmır. O yüzden də yəni çertiyojla eləmək, çertiyojsuz da eləmək olar. Amma çertiyojla eləmək daha düzgündür. İndi bunu yan hissəsinə kiş payı qoyub kəsəcəyik. Parça üzərinə yerləşdirdik. Hər tərəfdən də bu hissədən də 3 sm tikiş payı qoyduq. Ətəyindən də 3 sm tikiş payı qoyduq və indi biz bu parçanı kəsəcəyik.